Leysan yağışlarından sonra küçə və prospektlərdə yalnız avtomobillər yox, onların dövlət qeydiyyat nişanları da suda qalıb. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq göstərir. Bəzi sürücülər nömrələrinin tapılması üçün elan verir, bəziləri isə aidiyyatı qurumlara üz tutmağa məcbur qalır. Çünki qüvvədə olan qaydaya görə dövlət qeydiyyat nişanı itib və tapılmayıbsa, həmin nömrənin eyni kombinasiyası ilə yenisinin verilməsi mümkün deyil. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs dövlət qeydiyyat nişanlarının oğurlanması yaxud itməsi faktına aydınlıq gətirmək üçün təşəbbüs göstərməli, bu məqsədlə aidiyyəti üzrə ərazi polis orqanına yazılı müraciət etməlidir. Yol hərəkəti haqqında qanunun 29-cu maddəsinə əsasən itmiş və oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir. Dövlət qeydiyyat nişanı tapılmırsa, o halda sürücünü daha uzun prosedur gözləyir. Bu zaman nəqliyyat vasitəsi üçün yeni qeydiyyat nişanı alınmalı, bununla yanaşı texniki pasport da dəyişdirilməlidir. Yol hərəkəti üzrə ekspertlər isə deyirlər ki, bu məsələni tənzimləyən mövcud qaydalar həm vaxt itkisinə, həm də əlavə maliyyə yükünə səbəb olur. Ekspertlər düşünürlər ki, itmiş nömrə tapılmadıqda eyni hərf rəqəm kombinasiyası ilə yenisinin verilməsi daha praktik həll ola bilər. Yaxşı olar ki, bu təcrübədən imtina olunsun. Xatırladım ki, Sovet dövründən qalan bu təcrübəni MDB dövlətlərinin demək olar ki, hamısı çoxdan ləğv edib. Məsələn, Rusiyada, Gürcüstanda dövlət qeydiyyat nişanı itsə, adam yaxınlaşır qeydiyyat orqanına məlumat verir. Orada mövcud dövlət qeydiyyat nişanının hərf rəqəm kombinasiyasını yenisini çap edib verilir, bağlayır avtomobilin üzərinə, hərəkətini davam edir. 15 dəqiqə çəkən bir prosedurdur. Bizdə də bunu qanunvericiyə gətirmək lazımdır. Ərşad Hüseynov onu da bildirdi ki, problem təkcə yağışla bağlı deyil. Dövlət qeydiyyat nişanlarının avtomobilə bərkidilməsi qaydası da burada mühüm rol oynayır. Onun sözlərinə görə nömrələr möhkəm bərkidilmədikdə leysan və su basmış yollarda daha asan qopub bitir.